Elə ki bəndəmin qəlbinə baxdım və gördüm ki, mənə təslim olmağı sevir, mənə itaət eləməyi sevir, ixlası sevir, mənə bəndə olmaq istəyir, sevir. Bunu gördüm deyir, İlla təvəlləytu təqviməhu və siyasətəhu və təqərrəbtu minhu. Deyib, bunu ki gördüm, bütün həyatının nizamını özüm tərtib eləyəcəm. Hadisələri elə eləyəcəm ki, onu yavaş-yavaş o məqsədə çatdırım. Və özüm ona yaxınlaşacam. Hamımız çalışırıq Allaha, biz yaxınlaşaq. Allah deyir, bu istəsə mən özüm ona tərəf gələcəm. Demir ki, görsən bəndən filan əməli elədi. Demir bunu. Demir, görsən filan işi gördü. Deyir, görsəm ki, istədi. Bir şey istəyirəm ki, bir dənə bunu istəyəsən sən kaş istə, deyəcəm, diyan indi mən səni özüm aparım. İndi mən sənin qabağında hadisələri elə eləyəcəm ki, sən o istəyivə çatasın. O arzuva çatasın. Birdən mən özümə deyirəm, pis adamamsa, oturum özümlə danışım ki, görsən nə qədər zəif adamsan ki, pis də olsun, heç olmasa yaxşı olmağı arzulamadın. Çünki yaxşı olmağı arzulasaydım pis adam olmayacaq. Bircə arzu lazım idi. Axı arzulayanda biz pis arzulayırıq, bilirsiniz, bir şey beynimizə düşdüsə bizim, eləməsə əl çəkmirik. Dünya işlərində beləyik biz. Bir şey ki arzuladıq, qəmi düşür ürəyimizə. Amma burada zəiflik göstəririk. Əməldən qorxmayaq. Arzulamağa nə var ki? Arzulayaq heç olmasa. O arzunu ürəyimizə salaq. Qiyamət günündə mən sizə söz verirəm. Bütün məqama, dərəcəyə, Allaha yaxınlaşmayan insanlar, bir məqama çatmayan insanlar heç biri deməyəcək bacarmadım, deyəcək istəmədim. Pərdələr çəkiləndə görəcəksiniz. Biz deməyəcəyik, biz bacarmadıq, bacarmadım yoxdur. Deyəcəyik ki, ona görə deyirlər, hamı peşman olacaq, hamı həsrət içində olacaq. Çünki deyəcək ki, mən niyə istəmədim bunu? Niyə arzulamadım? Arzulamaq da çətin idi. Biz baxacaq, Allahın bir dostunu bizə göstərəcəklər, görəcək, onun bizdən bir fərqi var ki, o istəyirdi. Biz elə bilirik, o bizdən çox əziyyət çəkib, o bizdən çox da əziyyət çəkməyib. O bizdən çox əziyyət çəkməyib. Çünki biz də dünyamız üçün ondan da artıq əziyyətlər çəkmişik. Bax, bu dünyada hamı əziyyət çəkir. Elə bilirsən, ancaq salih adamlar əziyyət çəkir. Orada biz görəcəyik ki, əziyyətimiz də ondan çox idi. Deyə bilərsən, axı necə olur? O dururdu, gecə ibadət edirdi, mən yatırdım. Deməli, o çox əziyyət çəkir. Elə deyil. O birinci gecə durub ibadət eləmək onun üçün çətin deyirdi, şirin idi. O ən xoş anları idi həyatının bu bir. İkincisi də sən ki ayağı uzadıb yatırdın, başqa çətinliklə kompensasiya olunurdu. Allah da 100 dənə düyün çıxardırdı qabağa. Onsuz da sən çətinlik çəkirdin. Biz deməyəcəyik, buna məndən çətin idi. Biz deyəcəyik, bu istəyirdi, mən istəmədim. Amma mən onsuz da həmin çətinliklərə düşdüm sadəcə dünyam üçün. Dəhşət bundadır ki, adam əziyyətdə çəkir, onsuz da hamı əziyyət çəkəcək. Axırda əziyyətinə görə cəza verəcəklər ki, niyə görə 5 günlük dünya üçün bu qədər əziyyət çəkdin? Burada əziyyət çəkəsən, orada da əziyyətinə görə cəza alasan. Çox böyük faciədir insan üçün. Qiyamətdə biz görəcəyik ki, onlar bizdən çox əziyyət çəkməyiblər. Onlar bizdən çox istəyiblər. Onlar üçün əziyyət anlayışı olmayıb. Onlar üçün Allah yolunda hər addım şirin olub. Onların həyatı da bizdən ləzzətli olub. Qazancları da çox. Biz elə bilmişik, biz xoşluq içində yaşayırıq. Bizim həyatımız da acı olub, axırımız da. Allah eləməsin. Yəni, o insanları misal çəkirəm ki, bu yolu getməyiblər. Mən buradakı insanları misal çəkmirəm. Biz deyəndə mən təsəvvür edin ki, məsələn, kimisə nəzərdə tuturam, xətrünüzə dəyməsin. Amma ki, elə yaxşı olar ki, hər biriniz özünüzə deyəsiniz, bunun özünüzə xeyri var. Mən deyəsiniz ki, mən niyə beləyəm? Onda insanın qazancı çox olar. Sadəcə mənim cürətim yoxdur ki, bunu burada oturan insanlara deyim, çünki mən bilmirəm bu insanlar əksinə məndən soruşsalar, deyərəm ki, ən ləyaqətsiz mənəm, indi adam tapılmayıb mənə söz veriblər ki, mən gərək danışam. Vallah belə hesab edirəm. And olsun Allaha ki, belə hesab edirəm ki, indi belə, nə bilim, gətirib belə gətirib ki, disk olar, hərdən deyəndə diskdə biz nəyəsə qulaq asırıq, o diskin özündə olan məlumatlardan heç bir fayda götürə bilmir. O cansız bir əşyadır, amma içində görsən böyük xəzinələr var.
ki başqaları yararlanır, özünə fayda ala bilmir. Mən hərdən qorxuram ki, Allah eləməsin ki, bu aqibət insan yaşayır ki, bir ömür danışa, amma görəsən ki, öz danışdığından özü heç bir fayda əldə eləyə bilməyib. Ona görə də mən cürət tapmıram bunu sizə deyəm. Amma buradakı gənclərə tövsiyəm budur ki, əzm olsun insanda, iradə olsun, istək olsun. İstək məsələnin yarı faizidir. Bəlkə də yarı faizindən çoxdur. İstəkdən sonra isə növbəti mərhələ duadır. İnsan gününün bir 10 dəqiqəsini heç olmasa duaya sərf eləsin. Dil duasına yox, ilahi məni bağışla, ilahi belə yox. Görmürsən, ananın balası xəstələnər, o bir dua ilə kifayətlənmir. Çünki istəyir şəfa tapsın. Bir işi adam istəsə belə demir ki, ilahi məni bağışla, ilahi gözü yuxuya gedə. Doğrudan da 10 dəqiqə axşam yatmamışdan qabaq oturaq dua eləyək. Ilahi, mən bacarmıram, sən əlimdən tut məni, apar. Hərdən o dualara baxaq, Kumeyl duasıdır, Əbu Həmzə duasıdır. Onu halla oxumaq bizə lazımdır. Biz hərdən oxuyaq, bilirsiniz o duaların xeyri nədir? Yəni adam nə istəyər və onu başa salır bizə. Onu başa salır. İnsan Allahdan nə istəyər? Onu anladır, onu bizə izah eləyir. Onu başa düşəndən sonra duadır, növbəti mərhələ istiğfardır. İstiğfar bunların hamısının üzərində dayanmaq olardı da dayanmayacam mən. Keçirəm. İstiğfar da budur ki, insan tövbə eləyər. Günah eləsə də tövbə eləyə, eləməsə də. Çünki istiğfarın içində bir təvazökarlıq var. İnsan bəndəliyini istiğfarla etiraf edir ki, ilahi, mənim elə varlığım günahdır. Mənim hər addımım naqisdir. Addımına görə, hər bir işinə görə istiğfar eləyə. Namazlarından tövbə eləyə. Yəni namazlarına görə istiğfar eləyə ki, bax bu qıldığım namaz bu, tutduğum oruc bu, oxuduğum Quran bu. Bütün bunlardan istiğfar eləyirəm ki, mənim yaxşılıqlarıma görə məni bağışla. Yaxşı əməllərim budursa gör başqa əməllərim nədir? Ondan da sonra bugün deyəcəyim axırıncı mənzil təvəssüldür. Təvəssül də budur ki, insan Allahın övliyalarını ki sevdi, bildi ki, onlar mənə çox ürək yandırır. Hər gün onların qapısına gedim, onlara namaz hədiyyə eləyim. Mən bunu namazı demişəm, gündə 2 rükət namaz İmam Zaman Ağaya hədiyyə eləmək heç bir çətinliyi yoxdur. Hər gün 2 rükət namaz zamanəmizin imamıdır. Onun qapısına gedək deyək, vəbtəğu ileyhil vəsilə. Allah Quranda buyurur, mənə tərəf vasitələrlə gəlin. Deyin ki, ağa, sən mənim əlimdən tut, apar. Bunu ürəklə desək, ürəklə istəsək, vallah işlərimizin çoxu düzələr. Sadəcə bu istəyi ürəyə salmaq lazımdır. Bunun üçün də biraz məşq eləməlidir insan. Biraz oturub düşünməlidir, vaxt qoymalıdır bu şey üçün. Birdən fikir gəldi ki, doğrudan nə yaxşı şeydir, o fikrin üstündən keçmə. Biraz onun üzərində dayan, istəklərini dilə gətir. Allah da görsə ki, bu bəndənin ürəyində bu istək var, mələklərinə deyər ki, indi baxın ki, onun həyatını necə tənzimləyəcəm, özüm öhdəmə götürürəm, o istədiyinə çatacaq, mütləq.